Herkese salam əziz dostlar. Biz bugün sizinlə əbob və əkob keçəcəyik. Gəlin başlayaq. İlk öncə əbob. Əbob, ən, b, böyük, o, ortaq, b, bölən. Ən böyük, ortaq, bölən. Əboba aid belə bir misal deyək. Əbob 90 ilə 150. Əvvəlcə 90-ı sadə vurğulara ayıraq. 90 2-yə bölünür. Edir 45. 45 2-yə bölünmür deyə 3-ə böləcək. 45-i 3-ə böldükdə 15. 15-i 3-ə böldükdə 5. 5-i 5-ə böldükdə 5-5-ə böldükdə də 1. İndi isə 150-ni sadə vurğulara ayıraq. 150 2-yə bölünür. 70. 70 2-yə bölünür. 35. 35 3-ə bölünür. Daha doğrusu 3-ə bölünmür. 5-ə bölünür. 7. 7-7-yə bölünəndə də 1. İndi ortaq bölənlər 2, 2, 5, 5. İndi də dostlar, burada 150-ni 2-yə böldükdə səhv cavab almışdım. Düzgün cavab 75-dir. Ortaq bölənlər 2, 3, 5-dir. Bunlarda vuraq. 2 vurulsun 3 vurulsun 5 bərabərdir 30. Doğru cavab 30-dur. Əboba aid misallarımız və əbob haqqında məlumatımız bu qədər idi. İndi də keçək əkoba. Deməli, əkob. Əkob, ən, k, kiçik, o, ortaq, b da bölən. Deməli, ən əkob oldu. Ən kiçik, ortaq, bölən. İndi keçək əkob haqqında bir neçə misallar yazaq. Və uşaqlar, unutmayın, əkob ən paxıl, yəni paxıldır. Əkob 75 və 250. 75-i sadə vurğulara ayırdıqda 75 bölünsün 3, 25. 25 bölünsün 5, 5. 5-i 5-ə 1. 250-də 250-ni 2-yə böldükdə 125. 125-i 5-ə böləndə 25. 25-i 5-ə böləndə 5. 5-i 5-ə 1. Deməli, ortaq vurğuları tapırıq və yerdə qalan paxılı 250-nin özünə vururuq. Yəni, əkobda əgər ən böyüyünü götürürük. İndi 75 birinci gəlsə də, amma ən böyüyü 250-dir. Ortaq olanlar 5. Aha, deməli 250 böyükdür, amma kiçikdə 3 vardı. Onda 3 yoxdur. Deməli 250-ni vuracağıq 3-ə, edəcək 750. Cavabımız oldu 750. Uşaqlar, belə bir məsələmiz vardır. Şagirdləri əvvəlcə hər sırada 9, sonra hər sırada 12 nəfər olmaqla sıraya düzüldülər. Şagirdlərin sayı 50-dən çox, 80-dən isə az olarsa, onların sayını tapın. Deməli, uşaqlar, burada belə olmalıdır ki, həm 9-a bölünsün, həm 12-yə bölünsün. 9-a bölünmənin qaydası rəqəmlərinin cəmi 9-a bölünürsə, deməli, bu rəqəm 9-a bölünür. 12-nin bölünmə qaydası eyni zamanda 2-yə və 3-ə bölünürsə, bu ədəd həm 12-yə bölünür. Beləliklə, elə etməliyik ki, həm 9-a bölünsün, həm
12-yə. İndi 50 ilə 80 arası bütün rəqəmləri 9 və 12-yə bölməyəcəyik. Şifahi tapacağıq. Yazmasaq da olar. Məsələn, 51 rəqəmlərinin cəmi 6-dır. 6 9-a bölünmürsə, deməli 12-yə də bölünmür. Lazımdır ki, həm 9-a bölünsün, həm 12-yə. 55 rəqəmlərinin cəmi 10-dur, bölünmür. 56 rəqəmlərinin cəmi 11-dir, bölünmür. 57 rəqəmlərinin cəmi 12-dir, bölünmür. 58 rəqəmlərinin cəmi 13-dür, bölünmür. 59 rəqəmlərinin cəmi 14-dür. 60 rəqəmlərinin cəmi 6-dır. 61 rəqəmlərinin cəmi 7-dir. 62 rəqəmlərinin cəmi 8-dir. 63 rəqəmlərinin cəmi 9-dur. Rəqəmlərin cəmi 9 oldu. 9-a da bölündü. Amma 12 qıraqda qalıb. Rəqəm 2-yə bölünmə qaydası sonu cütlə bitən ədədlər 2-yə bölünür. Amma 69-un son rəqəmi 9 ilə bitir. 9 isə tək ədəddir. Və yaxud da rəqəmlərinin cəminə baxaq. 3-ə bölmənin qaydası rəqəmlərin cəmi 3-ə bölünürsəsə, bu rəqəm 3-ə bölünür. 69-un rəqəmlərinin cəmi 15-dir. Amma 2-yə bölünmür deyə biz 12-yə bölünməsini götürə bilmərik. 69 dedik. 77-dir rəqəmlərin cəmi. 71-də 8-dir. 72-də 9 rəqəmlərin cəmi. 72-də rəqəmlərin cəmi 9-dur. Cüt rəqəmlə qurtarır. Amma 72-dir cavabımız. 72 həm 9-a bölünür, həm də 12-yə. 12-yə necə bölünür? Sonu cütlə qurtarır. 7 ilə 2-nin cəmi 9-dur və 9-a da bölünür. 9-a da bölünmən qaydası rəqəmlərin cəmi. Belə rəqəmlərin cəmi 9-a bölünürsə, deməli bu rəqəm 9-a bölünür. 72-ni 9-a böləndə 8, 72-ni 12-yə böldükdə 6. 73 bölünmür, rəqəmlərin cəmi 10-dur. 74-ün rəqəmlərin cəmi 11-dir. 75-in rəqəmlərin cəmi 12-dir. 76-ın rəqəmlərin cəmi 13-dür. 77-nin rəqəmlərinin cəmi 14-dür. 75-in rəqəmlərinin cəmi, daha doğrusu 78-in rəqəmlərinin cəmi 15-dir. 79-un rəqəmlərinin cəmi 16-dır. 80-in rəqəmlərinin cəmi 8-dir. İndi nə misalımızı yazsaq, belə olacaq. Deməli, 72 bölünsün 9 bərabərdir 8, 72 bölünsün 12 bərabərdir 6. 72 həm 9-a həm də 12-yə bölünür. Bölünür. Belə məsələmizin də həlli bu cür oldu. Sağ olun dostlar, növbəti video görüşlərində görüşənə qədər hələlik.